ordusunun güclüğünü ve Ali Baş Komandanın müdürlüğünün təntənəsidir. Yəni ilk öncə bizə qələbə sevinci yaşadaraq canından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Geri qaytarıldı. Şanımızda günleriniz vermediğimiz her nizamiyle neler yürütmeye devam edildi. Bugün halkımızın gücü, birliği ve ordumuzun kahramanları Ali Baş Komandan, Möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı sərəncamla Respublikamızın bütün yerlərində, o cümlədən də Bakı şəhəri 248 nömrəli tamam orta məktəbdə konstitusiya və suverenlik çərçivəsində Azərbaycanın şanlı tarixinə həsr olunan bizim üçün ən qiymətli, ən əhəmiyyətli, dəyərli, başımızı uca edən bir gün olan Zəfərimiz gününü Azərbaycan 8 noyabr Zəfər gününü böyük təntənə ilə qeyd edək. Qələbə qazandı şanlı ordumuz, şəninə min dastan.